Şagirdler, bugün elektrik tutumu ətraflı yazılı tələb olunan yeni topludan sualların həllinə baxacağıq. Baxalım birinci sualımızda. Deməli, sual 1-də deyir ki, yüklənərək mənbədən ayrılmış hava kondensatorunun elektrik sahəsinin enerjisi 30 mJ-a bərabərdir. Bu kondensatorun lövhə arasındakı məsafəni 2 dəfə artırdıqda enerjisi nəyə bərabər olar və qrafiklə enerji məsafə qrafikini qurun deyir. Deməli, şagirdlər, yüklənərək mənbədən ayrılmış deyirsə, biz bilirik ki, Q konstantdır. Q konstantdırsa, onda mən enerjinin hansı düsturundan istifadə etməliyəm? Q kvadratı bölünsün 2S. Və bizim S'miz, elektrik tutumumuz isə nəyə bərabərdir? Epsilon 0 S bölünsün D. Gətirib düsturu yerinə yazsaq, enerji üçün belə bir ifadə alarıq. Q kvadratı D bölünsün 2 epsilon 0 S. Yəni biz buradan görürük ki, bizim enerjimiz məsafə ilə necə asılıdır? Düzüm tənasib asılıdır. Yəni V1 bölünsün V2 enerjimiz bərabər olar D1 bölünsün D2 məsafəsinə. D1 məsafəsini D0 qəbul eləyək. D2 məsafəsi isə 2 dəfə çoxdur deyir. 2D0 qəbul eləyək. Onda V1'imiz 30 olduğuna görə V2 2 V1'ə bərabərdir. O isə 2 vurulsun 30 eləyər 60 mJ. İndi enerji məsafə qrafikinə gəldikdə, bizim qrafikimiz düsturdan da gördüyümüz kimi düz mütənasiblikdir. Sadəcə biz düz mütənasibliyi bu şəkildə qeyd edəcəyik. Məsafəni D0 qəbul edirsə və ya da D1 qəbul edirsə enerjini 30 götürəcəyik. Məsafəmiz 2D olanda isə enerjimiz 60 mJ olacaq. Doğru cavabımız bu şəkildə olmalıdır. Növbəti sualımıza keçirik. İkinci sualımıza keçirik. İkinci sualda bizə deyir ki, sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi hava kondensatorunun enerjisi 40 mJ-dir. Bu kondensatorun lövhə arasındakı məsafəni 2 dəfə artırdıqda enerjisi nəyə bərabər olar? Yenə də biz sabit gərginlik mənbəyinə qoşulub, ona görə də biz deyəcəyik ki, gərginliyimiz sabitdir. Onda enerjinin düsturunu biz SU kvadratı bölünsün 2 düsturuna əsasən yazmalıyıq. S'miz yenə də epsilon 0 S bölünsün D'dir. Yerinə yazsaq, enerji üçün belə bir ifadə alarıq. Epsilon 0 SU kvadrat bölünsün 2D. Düsturdan gördüyümüz kimi enerjimiz məsafə ilə tərs mütənasib asılıdır. Yəni V1 enerjisi bölünsün V2 enerjisi bərabərdir D2 bölünsün D1. V1 enerjimiz 40'dır. V2'ni bilmirik. D2 isə D1'dən 2 dəfə çoxdur. Yəni 2D1 yazacağım. Ona görə də bizim V2'miz bərabər olar 40 bölünsün 2 eləyər 20 mJ. İndi gəldik qrafik məsələsinə. Enerjinin məsafədən asıllıq qrafikini çəkəcəyik. Tərs mütənasiblik. Bizim enerjimiz 40 olduqda məsafəmiz D1 idi. Enerjimiz 20'ye düşdü. Məsafəmiz isə oldu 2D1. Keçdik növbəti sualımıza, üçüncü sualımıza. Deyir ki, yüklənərək mənbədən ayrılmış. Yüklənərək mənbədən ayrılmış deyirsə, biz hökmən Q bərabərdir konstant ifadəsini yazmamız lazımdır. Müstəvi hava kondensatorunun lövhələri elektrometrə birləşdirilmişdir. Lövhələr arasında dielektriklə tam doldurduqda elektrometrin göstərişi necə dəyişir? Elektrometrin göstərişi gərginliyi, potensiallar fərqini bildirir. O bərabərdir Q böl S düsturundan istifadə edəcəyik. Yenə də S'mizin düsturunu epsilon 0 S bölünsün D yazarıq. Onda bizim gərginliyimiz olacaq Q vurulsun D bölünsün epsilon 0 S. Düsturdan gördüyümüzə görə bizim gərginliyimiz epsilondan tərs mütənasib asılıdır. Dielektriklə doldursaq, elektrometrin göstərişi neyər? Azalar. Doğru cavabımız tərs asılı olduğuna görə azalar olacaq. Növbəti sualımız, dördüncü sualımız. Deyir ki, yüklənərək mənbədən ayrılmış. Yüklənərək mənbədən ayrılmış deyirsə, biz yenə də nə yazacağıq? Q konstant yazacağıq. Deyir ki, hava kondensatoru enerjisi 30 mJ-a bərabərdir. Bu kondensat lövhə arasındakı məsafəni 3 dəfə artırmaq üçün minimum nə qədər iş görmək lazımdır? Görülən işimiz bizim enerjilərimizin fərqinə bərabərdir. Ona görə də biz V2'ni tapmalıyıq. V1 bizdən ötürü neçəyə bərabərdir? 30 mJ-a bərabərdir. Yenə də enerjinin düsturunu mən yazacağım. Q kvadratı bölünsün 2S.
və S-nin də yerinə kənarda yazıram. Epsilon epsilon 0 S bölünsün D yazacaq. Onda düsturumuz olacaq Q kvadratı D bölünsün epsilon epsilon 0 S. İndi bizə deyir ki, məsafəni 3 dəfə artırmaq üçün. Məsafəni 3 dəfə artırıbsa biz görürük ki, enerjimiz məsafə ilə düz mütənasib asılıdır. Onda V1 bölünsün V2 bərabərdir. D1 bölünsün D2 yazarıq. Yəni 30 bölünsün V2 bərabərdir. D1 bölünsün 2D1. Onda V2'miz nəyə bərabər olar? 60'a. Görülən işi soruşur bizdən 60'a yox. 3D1'dir. Daha doğrusu 3 dəfə çoxdur deyir. Ona görə də olacaq bizdən ötürü 90 millijoule. Onda görülən işimiz V2 çıx V1 qədərdir. Yəni 90 çıxılsın 60 eləyəcək 30 millijoule. Daha doğrusu yenə də qiymətləri qarışdırdım. Üzrlə hesab edin. Başlanğıc 30 idi. 90 çıxılsın 30 eləyəcək 60 millijoule. Keçirik növbəti 5-ci sualımıza. 5-ci sualda bizdən nə istəyir? Müstəvi hava kondensatoru yükləndikdən sonra sabit gərginlik mənbəyinin açılmışdır. Yenə də Q konstantdır. Çünki mənbədən ayrılırsa Q sabit qalmalıdır. Kondensatorun lövhələri arasında D-elektriyə dolduqda kondensatorun enerjisi və onun lövhələri arasındakı elektrik sahəsinin intensivliyi necə dəyişər? Düsturları ifadə etməklə cavabınızı əsaslandırın. Deməli, mən yenə də enerjinin düsturunu yazacağım. Q kvadrat bölünsün 2S. S-nin yerinə yenə də epsilon epsilon 0 S bölünsün D yazarıq. Onda düsturumuz olar Q kvadratı D bölünsün 2 epsilon epsilon 0 S. İntensivliyimizin düsturu isə U bölü D'dir. U'nun yerinə Q bölünsün S əlavə edirik. Onda düsturumuz olur Q bölünsün SD. S'nin də qiymətini yerinə yazanda D'lər ixtisar olunacaq, qalacaq Q bölünsün epsilon epsilon 0 S. Düsturlara əsasən görürük ki, enerjimiz də D-elektrik nüfuzluğu ilə tərs asılıdır. İntensivliyimiz də D-elektrik nüfuzluğuna tərs asılıdır. Əgər D-elektriklə doldurmuşuqsa, D-elektrik nüfuzluğunu artırmışıq deməkdir. Ona görə də enerjimiz də azalar, intensivliyimiz də azalar. Yəni doğru cavabımız azalar olacaq. Çünki hər iki halda tərs mütənasib asılıdır. Növbəti sualımız deyir ki, müstəvi hava kondensatoru yükləndikdən sonra sabit gərginlik mənbəyindən açılmışdır. Yenə də Q bərabərdir, konstantdır. Deyir ki, kondensator arasındakı D-elektriklə çıxartdıqda, yəni D-elektrik nüfuzluğunu azaltmışıq. Yəni enerjimizin düsturu yenə də Q kvadratı bölünsün 2S-dir. S-nin düsturunu yenə də epsilon epsilon 0 S bölünsün D yazacağıq. Bunda düsturumuz olacaq Q kvadratı D bölünsün 2 epsilon epsilon 0 S. İntensivliyin düsturunu birbaşa yazıram. Q bölünsün epsilon epsilon 0 S. Yəni bizim enerjimiz də epsilondan tərs asılıdır. İntensivliyimiz də epsilondan tərs asılıdır. D-elektriyi çıxartmışıqsa epsilonu azaltmışıq sayılır. Epsilon azalıbsa enerji də artar, intensivlik də artar. Ona görə də doğru cavabımız tərs asılı olduğuna görə artar olar. Növbəti sualımız 7-ci sual. Müstəvi hava kondensatoru sabit gərginlik mənbəyinə qoşulmuşdur. Artıq bizdən ötürü U konstantdır. U bərabərdir, konstant. U'muz konstantdırsa, bir kondensator lövhələri arasında D-elektrik daxil etdikdə onun elektrik tutumu və yükü necə dəyişər? Deməli, yükün düsturunu yazacağıq Q bərabərdir SU. S'mizin düsturunu yazacağıq epsilon epsilon 0 S bölünsün D. Biz görürük ki, S epsilondan düz asılıdır. Q'müzün düsturunu həm epsilon epsilon 0 S U bölünsün D'yə görə də yaza bilərik. Q'müz epsilondan düz asılıdır və yaxud da Q'müz də S ilə düz asılıdır. Yəni S artanda Q də artacaq. İndi bizə deyir ki, D-elektriklə doldurduqda. D-elektrik daxil etdikdə D-elektrik nüfuzluğunu artırıb, yəni tutum artıbsa yük artıb. Ona görə də doğru cavabımız olacaq artar. Növbəti sual 8-ci sualımız. Deyir ki, bizə müstəvi hava kondensatoru sabit gərginlik mənbəyinə qoşulmuşdur. Qoşulmuşdur deyirsə, yenə də U bərabərdir, konstantdır. Və bizə deyir ki, kondensator lövhələri arasındakı D-elektriyi çıxartdıqda, yəni D-elektrik nüfuzluğunu azaldır. Tutum və yük. Yenə də yükün düsturunu SU yazacağıq.
S-nin yerinə epsilon epsilon 0 S-U bölünsün D yaza bilərik. Və yaxud da S-nin də düsturunu epsilon epsilon 0 S bölünsün D yazacaq. Yəni bizim yükümüz də epsilondan düz asılıdır, tutumumuz da epsilondan düz asılıdır. İndi dielektriki çıxartdıqda deyir, dielektrik nüfuzunu azaldır. Ona görə də yük də azalar, tutum da azalar. Yəni doğru cavabımız azalar, azalar olar. Növbəti sual 9-cu sualımız. 9-cu sualda bizə deyir ki, şagirdlər, elektrik tutumu S1 olan yüklənmiş kondensatorun lövhələr arasındakı gərginlik 20 voltdur. O elektrik tutumu S2 olan yüksüz kondensator ilə birləşdirildikdə. Bax, burada yük bunda var. Bunda isə yük yoxdur və mənbəyə qoşmamışıq. Bunu qoşanda yüklər bunların arasında paylanacaq. Yəni bizim yükümüz, belə deyək də, Q1 plus Q2 olacaq, amma yükümüz dəyişməyəcək. Çünki mən yükləyib gətirdiyim kondensatora başqa kondensatoru paralel qoşmuşam. Ona görə də yük dəyişmir. Yəni bunu birinci qəbul eləmək lazımdır başdan. Yəni bizim yükümüz sabitdir. Yükümüz sabitdir. Ona görə də əvvəlcə həmən yükü hesablayaram mən S1U düsturuna əsasən. O da bizdən ötürü 7 vurulsun 20 eləyəcək 140 mikrokulon. İndi bizə deyir ki, S2 yüksüz kondensator ilə birləşdə gərginlik nəyə bərabər olur? İndi bizim gərginliyimiz yekun yük bölünsün yekun tutumdur. Yekun yükün qiymətinin 140 olduğunu bilirəm. Q yekun yazıram bura. O bizdən ötürü 140-dır. S yekunu isə paralel birləşdiyinə görə S1 plus S2-dən tapacağım. O da 7 üstə gəlsin 10 eləyəcək. 3 üstə gəlsin 7 üstə gəlir 3 o da eləyəcək 10 mikrofarad. Məsələn, doğru cavabımız olacaq 14 volt. Paralel birləşdiyinə görə bunda da 14 volt olacaq, bunda da 14 volt olacaq. Çünki paralel dövrədə gərginliklər bərabərdir. Yəni doğru cavabımız olacaq 14 volt. Növbəti sualımız 10-cu sual. 10-cu sualda bizə deyir ki, iki kondensator lövhələr arasındakı gərginlik 12, ikinci kondensatorun lövhələr arasındakı gərginlik 12 voltdur. Birinci kondensatorun elektrik tutumunu hesablayın. Deməli, şagirdlər, bu dövrə ardıcıl birləşdirilmiş dövrədir. Yəni Q'müz sabitdir. Q'müz sabitdirsə, U S ilə tərs mütənasib asılıdır. S2 böl S1. İndi bizə U1-i bilmirik. U2-ni bizə 12 volt verib. Və S2 bizdən ötürü 9-dur. S1 isə bilmirik. S1-i də biz bir dəqiqə şagirdlər. Buradan biz gərginlikdən tapaq. Gərginlikdən tapandan sonra S1 yerinə yazacaq. Birinci nisbəti yazmazdan qabaq gərginliyi təyin edeyim ondan sonra. Deməli, biz bilirik ki, ardıcıl birləşmədə yekun U'muz U1 plus U2'dir. Bizə yekun U'nu neçə verib? 18 volt verib. Yəni U'muz 18 voltdur. O bərabərdir. 12 üstə gəlilsin U1. Biz buradan U1'i təyin edə bilərik. 18 çıxılsın 12 eləyəcək 6 volt. İndi artıq bu nisbətdən istifadə edə bilərik. U1'i tapdıq 6 volt. U2'ni bizə 12 volt vermişdi. Bərabərdir. S1'imiz yoxdur. Doğrusu S1'imiz yoxdur. S2'nin də yerinə nə yazacağıq? 9 yazacağıq. Onda S1 bərabərdir. 9 vurulsun 12 bölünsün 6. Bu da eləyər bizdən ötürü 18 mikrofarad. Doğru cavabımız 18'dir. Növbəti sualımız 11-ci sual. 11-ci sualda da bizə eyni məsələdir. 11-ci sualda deyir ki, birinci kondensatorun lövhə arasındakı gərginlik 24 volt. Yenə də bizdən ötürü ardıcıl birləşmə olduğuna görə yük eynidir. Ona görə də yekun gərginliyimiz ayrı-ayrıdakı gərginliklərin cəmidir. Yekun gərginliyimiz 30'dur. U1'i 24 verib, U2'ni bilmirəm. Onda bizim U2 gərginliyimiz olacaq 30 çıxılsın 24 eləyəcək 6 volt. Yük sabit olduğuna görə mən U1 böl U2 bərabərdir S2 böl S1 düsturundan istifadə edəcəm. Çünki U bərabərdir Q böl S'dir. Artıq U1 bəllidir 24. U2 bəllidir 6. S2'ni bilirik 8. S1'i isə bilmirik. O sualdır. İndi tənasübdən S1'i təyin edə bilərik. 6 vur 8 böl 24.
İxtisar eləyərik. 3 qalar, ixtisar edərik, 2 qalar. Olar cavabımız 2 mikrofarad. Növbəti sualımız. Eyni tutumlu 3 kondensator şəkildə göstərildiyi kimi birləşdirilmişdir. A və B nöqtələri arasındakı potensiallar fərqi 1000 volt. Kondensator bataryasının enerjisi isə 3 jouldur. Bir kondensatorun tutumunu hesablayın. Deməli, burada bizə şagirdlər ümumi enerjimizi verib 3 joule. Ümumi gərginliyimiz də 1000 voltdur. Yəni, mən bunu 10 üstü 3 volt yazacağım. İndi biz enerjinin düsturunu C(U) kvadratı bölünsün 2 yazmalıyıq. Buradakı C'miz yekun C'dir. Gəlin yekun C'yə baxaq. Bunlar ardıcıl olduğuna görə C bölü 2. C bölü 2 ilə C paralel olduğuna görə onların cəmidir. Yəni yekunumuz olacaq 2-dən 3C. Yazacağım düstur olaraq. 3 bərabərdir. 2-dən 3C vurulsun 10 üstü 3'ün kvadratı. Yəni 10 üstü 6 bölünsün 2. Bunu bu şəkildə sadə şəkildə yazaq əvvəlcə. 3C vurulsun 10 üstü 6 bölünsün 4. Bunda C'miz də bərabər olur. 4 vur 3 bölünsün 3 vurulsun 10 üstü 6. Bu da eləyər 4 vurulsun 10 üstü mənfi 6 farad. Buna isə biz deyəcəyik 4 mikrofarad. Doğru cavabımız 4'dür. Növbəti sualımız 13-cü sual. 13-cü sualda bizdən nə istəyir? Deyir ki, 2 müstəvi kondensator sxemdə göstərildiyi kimi birləşdirilmişdir. Sxemdə göstərildiyi kimi birləşmə ardıcıl birləşmədir. Buraya yazıram ardıcıl birləşmə. Ardıcıl birləşmədə biz bilməliyik ki, yekun yükümüz Q1-ə, Q1'imiz də Q2'yə bərabərdir. Yəni, ardıcıl birləşmədə Q sabitdir, dəyişmir. Deyir ki, ikinci kondensator üçün bu kəmiyyətlərin ifadələrini cavab fərəqindəki cədvəldə verilmiş uyğun boşqanları doldurun. Uyğunluğu düsturla yazmaqla fikrinizi əsaslandırın. Deməli, biz gələk tutumumuza. Tutumumuz avtomatik C2-də 3C olacaq. C2'nin 3C olduğunu bizə məsələ şərtində verib. İndi gəlirik gərginlik məsələsinə. Ardıcıl birləşmə olduğuna görə U1 bölünsün U2 bərabər olmalıdır C2 bölünsün C1'ə. Deməli, U1'i bizdən ötürü U verib, U2'ni bilmirəm. C2 bizdən ötürü 3C'dir, o birisi C'dir. Onda U2 bərabər olacaq U bölünsün 3. U'nu tapdıq, sonra gəldik enerjiyə. Enerjini də biz yazmalıyıq. Q kvadratı bölünsün 2C. Yəni, enerjimiz də C ilə necə asılıdır? Tərs mütənasib asılıdır. C2 böl C1. Onda V2 bərabər olacaq. V1 bölünsün 3. O da W bölünsün 3 olar. İndi qiymətləri ardıcıl yazırıq. C2'nin qiymətini yazacağıq. 3C. Q2'miz elə Q'ya bərabər olacaq. U2'miz U bölünsün 3'ə bərabər olacaq. Enerjimiz isə W bölünsün 3'ə bərabər olacaq. Yəni, bizə verilən sxemdə biz bunu bu şəkildə qeyd edəcəyik. Növbəti sualımız 14-cü sual. Deyir ki, C1 kondensatorunun enerjisi V olarsa, C3 kondensatorunun enerjisi nəyə bərabər olar? Yəni, mən burada şagirdlər gərginlikdən gedəcəm. Bu iki kondensator ardıcıldır. Bu kondensatorun gərginliyini U götürsəm, onda bu kondensatorun gərginliyi 2 olar. Onda bizim ümumi gərginliyimiz, yəni bu qola düşən gərginliyimiz 3 odur. Bura 3 odursa, paralel dövr olduğuna görə avtomatik bizim C3 kondensatorunda gərginliyi 3 U'ya bərabərdir. İndi bizə deyir ki, C1 kondensatorundakı enerji V'yə bərabərdir. Gəlin C1'dəki enerjini tapaq. V1 bərabərdir. V1 bərabərdir. Yazacağım. C1 U kvadrat, U1'in kvadratı bölünsün 2. Yəni W bərabərdir. C1'in yerinə yazacağım C. U1'in yerinə yazacağım 2U. Olacaq 4U kvadratı bölünsün 2. Mən bunu bu şəkildə yaza bilərəm. 4 vurulsun CU kvadratı bölünsün 2. Yəni CU kvadratı bölünsün 2 ifadəsinə mən deyəcəm W bölünsün 4. Yəni harda bu ifadəni görsəm yerinə W bölünsün 4 yazacağım. İndi gəlirəm 3-cü kondensatora. V3'ün enerjisi bərabərdir. C3
U3'ün kvadratı bölünsün 2'dir. S3'ümüz S'dir. U3'ümüz isə tapdıq ki 3 olur. Olacaq 9U kvadratı bölünsün 2. Bu da məndən ötürü 9 vurulsun SU kvadratı bölünsün 2'dir. SU kvadratı bölünsün 2 nə idi? W bölünsün 4. Onu da yazacağıq. 4'də 9 W. Bu da məndən ötürü eləyər 2 tam %25 W. Salam, doğru cavabımız 2 tam %25 W ilə bərabərdir. Növbəti sualımız 15-ci sual. Gəlirik 15-ci suala. 15-ci sualda deyir ki, kondensatorların yükünün lövhələr arasındakı gərginlikdən asılılıq qrafikləri verilmişdir. Bu kondensatorun ardıcıl birləşməsində alınan batareyanın elektrik tutumunu hesablayın. Deməli, biz əvvəlcə buradan S1'i tapacağıq. S1 bizdən ötürü olacaq Q1 bölünsün U1. O da bərabərdir. Q1'imiz 60'dır. Bir dəqiqə bunu qələmlə yazaq, səliqəli görünsün. Deməli, şagirdlər, S1'i tapacağım. Q1 bölünsün U1. O da bərabərdir. U gördüyümüz kimi hər ikisi üçün eynidir. Yazacağım 60 bölünsün 10. Eləyəcək 6 mikrofarad. Sonra S2'ni tapacağım. S2 məndən ötürü Q2 bölünsün U2'dir. Q2'miz 40'dır, amma U'muz yenə də 10'dur. O da eləyəcək 4 mikrofarad. İndi bizə deyir ki, bu kondensatorlar ardıcıl birləşməsindən tutumu tap. Yəni S ardıcıl istəyir. Olacaq S1, S2 bölünsün S1 plus S2. O da bərabərdir. 4 vur 6 bölünsün 4 üstəgəl 6. 24 bölünsün 10 olur. 2 tam onda 4 mikrofarad. Doğru cavabımız 2 tam onda 4'tür. Növbəti sualımız deyir ki, növbəti sualda bizə açarı bir vəziyyətinə iki vəziyyətinə keçirdikdə kondensatorun elektrik tutumu və elektrik sahəsinin enerjisi necə dəyişir? Deməli, şagirdlər, açar bir vəziyyətində də olduqda, iki vəziyyətində də olduqda kondensatorun tutumu S-dir. Yəni, kondensatorun tutumu dəyişmir. Amma biz bir və iki vəziyyətinə gələndə nəyi dəyişdiririk? Gərginliyi dəyişdiririk. Yəni, gərginlik dəyişəndə tutum dəyişməyəcək. Yəni, tutum sabit kəmiyyətdir. Yəni, gərginlikdən asılı deyil. Ona görə açarın bir vəziyyətində də tutumumuz S1 bərabərdir S-dir. İki vəziyyətində də tutumumuz S2 bərabərdir S olacaq. Çünki tutum gərginlikdən asılı deyil. Gəldik enerjiyə. Mən onda enerjinin düsturunu yazacağım. SU kvadratı bölünsün 2. Onda baxıram ki, bizim enerjimiz U ilə necə asılıdır? Kvadratı ilə düz. Yəni, V1 bölünsün V2 bərabərdir. U1'in kvadratı bölünsün U2'nin kvadratı. İndi enerjinin neçə dəfə artdığını təyin etməliyəm. U1'imiz bizdən ötürü 4 kvadrat 16 eləyəcək. U2'miz 8 kvadrat 64 eləyəcək. Bu eləyəcək bizdən ötürü 4'dən 1. Onda bizim W2 bərabərdir 4W1. Ona görə də enerji 4 dəfə artar. Amma deyəcək ki, tutum dəyişməz. Çünki tutum gərginlikdən asılı deyil. Növbəti sualımız. Daha doğrusu şagirdlər, mən 16'nı həll elədim. 15'i. Bu 16-cı sual idi. 16-cı sual idi. İndi 17-ci suala baxırıq. Mən 15'i 2 dəfə yazmışam ora. İndi baxırıq 17-ci suala. 17-ci sualımızda nə deyir bizə? Bizə deyir ki, müstəvi hava kondensatoru sabit gərginlik mənbəyinə birləşdirilmişdir. Avtomatik mən deyəcəm ki, burada U bərabərdir, konstantdır. Onun elektrik sahəsinin enerjisini hansı üsulla artırmaq olar? Deməli, biz enerjinin düsturunu U konstant olanda düsturunu yaza bilərik. SU kvadratı bölünsün 2'yi. Bir də Q bölünsün 2 yaza bilərik. Əgər SU kvadratı bölünsün 2 yazaq. S'mizin düsturu nədir? Epsilon 0 S bölünsün D'dir. Yəni, mən enerjinin düsturunu yazacağım. Epsilon 0 S U kvadrat bölünsün 2D. Mən baxıram ki, bizim enerjimiz epsilonla S ilə düz mütənasib asılıdır. Enerjimiz isə məsafə ilə tərs mütənasib asılıdır. İndi mən enerjini artırmaq istəyirəmsə, sahəni artırmaqla
dielektrik daxil etməklə və məsafəni azaltmaqla. Ona görə cavabımız olacaq sahəni artırmaq, dielektrik daxil etmək və məsafəni azaltmaq. Məsələn, cavablarımız budur, isbatımız da düstura əsasən budur. Növbəti sualımız 18-ci sual. Deyir ki, hər birinin elektrik tutumu S bərabərdir 3 mikrofarad olan 3 eyni kondensatorun hər üçünü müxtəlif cür birləşdirməklə hansı elektrik tutumlu kondensatorlar batareyası almaq olar? Deməli, biz tutum olaraq nə edə bilərik? Hər üçünü eyni kondensator, deyir, 3 eyni kondensatorun hər üçünü müxtəlif cür birləşdirməklə hansı elektrik tutumlu kondensatorlar batareyası almaq olar? Deməli, mən bunu necə birləşdirə bilərəm? Üçünü də ardıcıl birləşdirə bilərəm. Ardıcıl birləşmədə bizim yekun tutumumuz olar S bölü 3. Ona görə də tutumumuz olar 3 bölünsün 3 eləyər 1 mikrofarad. Sonra mən onu paralel birləşdirə bilərəm. Paralel birləşmədə S paralel 3S'yə bərabərdir. O da 3 vurulsun 3 eləyər 9 mikrofarad. Yəni burada ən kiçik qiymət, ən böyük qiymət desəydi daha yaxşı olardı. Məsələn, bu ifadəni təyin etmək olardı. Və yaxud da biz nə edə bilərik? Tutaq ki, üçüncü halda ikisini ardıcıl, birini paralel. Yəni, şəkil olaraq da göstərirəm. 2 dənəsini ardıcıl qoşarıq, bir dənəsini olaraq paralel qoşarıq. Burada isə bizim tutumumuz nə olacaq? Məsələn, bu da 3'dür, bu da 3'dür, bu da 3'dür. Deməli, bunların ikisini belə yazacağım. S bölü 2 üstə gəlinsin S. S yekundan gedir söhbət. O da bərabərdir 1,5 üstə gəlinsin 3. Eləyər 4,5. Və yaxud da necə birləşə bilərik? Dördüncü hal. İkisini paralel, birini ardıcıl. Yəni, şəkil belə olar. 2 kondensatoru paralel birləşdirərəm, bir dənəsində olaraq ardıcıl birləşdirərəm. Onda 3, 3 və 3. Burada nə edərik? Əvvəlcə bu ikisinin tutumunu təyin edərəm. O bizdən ötürü S1 plus S2'dir, yəni 6'dır. Sonra yekunumuz bərabər olar. 6 vur 3 bölünsün 6 üstə gəlinsin. O da eləyər 18 bölünsün 9 eləyər 2 mikrofarad. Vəssalam. Bu da oldu bizim kondensatorlarımızın birləşməsi. Yəni, bütün halların hamısını keçirdik. Hər üçünü ardıcıl birləşdirdim, hər üçünü paralel birləşdirdim. İkisini ardıcıl birini olaraq paralel birləşdirdim və yaxud da ikisini paralel birini olaraq ardıcıl birləşdirdim. Vəssalam. Keçirik 19-cu sualımıza. 19-cu sualımızda nə deyir? Deyir ki, K açarı qapandıqda kondensatorlar batareyasının enerjisi necə dəyişər? Deməli, şagirdlər, K açarı açıq olan vəziyyətdə bu kondensatorlar paraleldir, 2S'dir. Bu isə onlara ardıcıldır. Ona görə də başlanğıc anda, yəni birinci halda açar açıq olduqda yazıram. Açar açıq olduqda. Bizim yekun tutumumuz 2S bölünsün 2'dir. O da eləyir S. Və bizim enerjimiz də sabit gərginlik mənbəyinə qoşulduğuna görə SU kvadratı bölünsün 2'dir və enerjimiz S ilə necə asılıdır? Düz asılıdır. İndi ikinci halda açar qapalı olduqda. Açar qapalı olduqda. Açar qapalı olduqda, açarı qapadıqda cəryan gələcək, bu yuxarı hissədən keçib gedəcək digər qütbə, yəni bu kondensatorlar işləməyəcək. Bu kondensatorla işləmədiyinə görə bizim S yekunumuz sadəcə bu kondensator olacaq və olacaq 2S. Və bizim enerjimiz S ilə necə asılı idi? Düz asılı idi. Əvvəlcə S idi, indi oldu 2S. Yəni yazacağım belə V1 bölü V2
bərabərdir S1 böl S2. S1'i S tapmışdıq, S2'ni 2S tapdıq. Bu da elədi 2'də 1, o da V2 bərabərdir 2V1 aldıq. Ona görə deyəcəyik ki, 2 dəfə artar. Keçdik növbəti sualımıza, 20-ci sualımıza. 20-ci sualda nə deyir bizə? S1 və S2 kondensatorları sabit gərginlik mənbəyinə sxem 1-dəki kimi qoşulduqda enerjiləri 20 mJ və 2-dəki kimi qoşulduqda isə 60 mJ olur. Deyir, bu kondensatorları eyni sabit gərginlik mənbəyinə sxem 2-dəki kimi qoşduqda S1 kondensatorunun yükü 6 mikrokulon olarsa, S2 kondensatorunun yükü nəyə bərabər olar? Deməli, şagirdlər, bu bizdən ötürü ardıcıl dövrədir. Ardıcıl dövrədə mən birinci halda qeyd edirəm V1. V1'i bizə verib 20 mJ. V2'ni isə verib bizə 60 mJ. Mən bilirəm ki, ardıcıl dövrədə, yəni birinci sxemdən gedir söhbət. Sxem 1. Bilirəm ki, sxem 1'də Q konstantdır. Q'ümüz konstant olduğuna görə V1 bölünsün V2 bərabərdir S1 S2 bölünsün S2. S2 bölünsün S1 daha doğrusu. Niyə? Çünki enerjimizin düsturu Q kvadratı bölünsün 2S'dir. Yəni buna əsasən bizim enerjimiz tutumla necə asılıdır? Tərs mütənasib asılıdır. İndi mən nə edirəm burada? Yəni tutumlar arasında əlaqə qururam. Deməli, bizim %20 bölünsün 60 bərabərdir S2 böl S1'ə. Deməli, bu eləyir bizdən ötürü 3'dən 1, yəni S1'imiz bərabərdir 3S2'yə. Bu belə. İndi gəldim sxem 2'yə. Sxem 2. Sxem 2'də gərginlik sabitdir. Gərginlik sabit olduğuna görə Q ilə S necə asılıdır? Düz mütənasib asılıdır. Yəni Q1 bölünsün Q2 bərabərdir S1 bölünsün S2'yə. Hansı düstura əsasən? Q bərabərdir SU düsturuna əsasən Q ilə S düz mütənasib asılıdır. İndi mənə Q1'i verib, deyir ki, şəkil 2'də kimi qoşda S1 kondensatorunun yükü 6'dır. Yəni Q1'i verib bizə 6. Q2'ni bilmirəm. Bərabərdir. S1 ilə S2 arasında da belə bir əlaqə aldıq. Biz S1'imiz 3S2'yə bərabər oldu. Yəni mən bunun yerinə 3S2 yaza bilərəm. Bölünsün S2. Eləyər 3. Onda Q2'miz bərabər olar 6 bölünsün 3'ə. O da eləyər 2 mikrokulon. Doğru cavabımız 2 mikrokulondur. Növbəti sualımız 21-ci sual. Deyir ki, iki eyni müstəvi hava kondensatorunun enerjiləri arasındakı münasibət V1 bərabərdir. V1 bərabərdir 4V2'dir. Deyir ki, bu kondensatorun elektrik sahəsinin enerji sıxlıqları arasında doğru münasibət nə cür olar? İki eyni müstəvi hava kondensatoru. Eyni müstəvi hava kondensatoru deyirsə, bizim tutumumuz sabitdir. Yəni S konstantdır. S'miz konstanttırsa, enerjilərin nisbətini gərginliklə əlaqələndirək. Yəni enerjinin düsturunu yazaq SU kvadratı bölünsün 2. Yəni V1 bölünsün V2 bərabər olar U1'in kvadratı bölünsün U2'nin kvadratına. Buradan biz ifadəmizi alaraq 4, onda U1 bölünsün U2'miz bərabər olar 2'yə. Yəni U1'imiz bərabərdir 2U2'yə. Düzdürmü? İndi biz kondensatorun enerji sıxlığından danışırıqsa, bu enerji bölünsün nəyə bərabərdir? Həcmə bərabərdir. Əslində heç gərginliyi tapmağa ehtiyacımız yox idi şagirdlər. Enerji sıxlığımız enerji bölünsün həcmdir. Bizim kondensatorumuz tutaq ki budur.
Kondensator düşünün. Bu kondensatorumuzdur. Bu Q1. Q2'dür. Q2'dür. Bura S sahələridir. Ortada da tutaq ki, belə bir cins elektrik sahəmiz var. İndi bizim kondensatorumuz verilmiş olduğuna göre o kondensatordaki həcm S vur D'dir. Yəni S ilə D dəyişməyəcəyinə görə həcmimiz sabit qalır. Ona görə gərginliyə getməyə ehtiyacımız qalmaz. Yəni bizim enerji sıxlığımız elə birbaşa enerji ilə necə asılı olar? Düz asılı olar. Yəni omega 1 bölünsün omega 2 bərabərdir W1 bölünsün W2. O da bərabərdir 4'dən 1 eləyər. Onda omega, daha doğrusu tərsinə 4. Çünki V1 bölü idi. Olacaq 4. Onda omega 1 bərabər olar 4 omega 2. Gərginliyi mən tapdım. Əvvəlcə başqa şey fikirləşdim. Amma baxıram ki, verilmiş kondensatordan gedirsə söhbət 2 eyni müstəvi hava kondensatoru deyir. Ona görə də onun lövhələrdən əmələ gələn həcmimiz, yəni verilmiş həcm dəyişməyəcək. Həcmimiz S vur D-dir. Lövhə arasındakı məsafə eyni olmuş olur, sahə eyni olmuş olur, ona görə həcm sabit qalır. Enerji sıxlığımızda enerji bölünsün həcmdir. Ona görə enerji ilə düzüm tənasübü olur. Ona görə də enerji sıxlığının nisbəti ilə enerjilərin nisbətinə bərabərdir. Birinci hissəyə diqqət eləmirik, ikinci hissədəki şərtimizdən istifadə edirik, məsələnin həllinə baxarsınız. Bu qədər şagirdlər, növbəti dərslərimiz davam edəcək, izahlarımız davam edəcək. Kanalımıza abunə olmağı unutmayın, paylaşmağı unutmayın. Diqqətinizə görə sağ olun.